Deyir, Zəhra, deyir ki, ion kristal qəfəsli mayedə bərk halda keçirmir elektriyi. Mayedə keçirir, məhlulda keçirir, istiliyi ümumiyyətlə keçirmir. İon kristal qəfəsli. Metal kristal qəfəsli maddə bərk halda keçirir, maye halda keçirir. Məhlulda onsuz da həll olmur, metallar həll olmur. İstiliyi də bunlara demək olar bunda hamısı yaşıl işıqdır da, elə deyilmi? Amma ion kristal qəfəsi bərk hala keçirmir, istiliyi də keçirmir. İndi qayıdırıq bu sualı. Buna uyğun bir sual var. Onu işləsin Aygül. Deməli, neçə nömrəli testi? 3 nömrəli test. Aygül, oxu 3 nömrəli testi. Şərtimizi də. Kalsiyum bromid birləşməsinə aid xüsusiyyətlər müəyyən edilir. Yəni, bərk halda elektrik cərəyanı keçirir. Müəllim, xeyr, bərk halda elektrik cərəyanı keçirmir. Bu yanlış fikirdir. Deyir ki, burada həm də müəllim kalsiyum bromid, burada biri metaldır kalsiyum, brom da qeyri-metaldır. Burada ion rabitəsi əmələ gətirir. Və ion kristal qəfəsi. Bərk halda elektrik cərəyanı keçirmir. Amma məhlulda keçirərdi elə. Bax, üçüncüdə deyir. Bəli, məhlulda keçirərdi. Bəs ikincisi nədir? Yüksək ərimə temperaturuna malikdir. Bəli, müəllim, yüksək ərimə temperaturuna Niyə? Çünki qeyri-molekulyar quruluşlu maddələrdə rabitələr daha, belə deyək də, qüvvətli olduğuna görə bunlar yüksək ərimə temperaturuna malikdir. Amma molekulyar quruluşlu maddə versəydi, məsələn H2O falan versəydi, onlarda Van der Waals qüvvələri olacağından onlar aşağı ərimə temperaturuna malik olardı. Amma qeyri-molekulyar quruluşlu maddələr yüksək ərimə temperaturuna malik olacaqlar. Aydın oldu?